Qış həyatınızı dəyişmək üçün ən yaxşı zamandır. Başqaları soyuğa şikayət edərkən, siz ağlınızı və bədəninizi gücləndirmək, özünüzün düşünə bilmədiyiniz bir versiyasına çatmaq üçün unikal fürsətə sahibsiniz. Bu 7 qaydaya əməl etməklə cəmi 90 gün ərzində inanılmaz nəticələr əldə edə bilərsiniz. Amma sözləri uzatmayaq və dərhal birinci qayda ilə başlayaq. Birinci qayda. Məqsədinizi müəyyənləşdirin. Haraya getmək istədiyinizi bilmədən səfərə başlaya bilməzsiniz. Qələm və kağız götürüb, növbəti 3 ayda əldə etmək istədiyiniz xüsusi bir məqsədi yazın. Məsələn, 10 kilo arıqlamaq istəyirəm, freelance layihəmi işə salmaq istəyirəm. Bunlar qeyri-müəyyən arzular deyil, konkret, ölçülə bilən və real məqsədlərdir. Məqsəd, nəticə əldə etməyə doğru atılan ilk addımdır. Hətta xoşlamadığınız hərəkətləri yerinə yetirmək üçün motivasiya tapmaq üçün niyənizi başa düşməlisiniz. Niyə dəyərlərinizlə, həqiqətən vacib olan şeylərlə dərindən əlaqəli olmalıdır. Özünüzdən soruşun, bu məqsədə çatsam, həyatımda nə dəyişər? Bu məni necə hiss etdirərdi? Çox vaxt məqsədin arxasındakı həqiqi səbəb səthin altındadır. Əzələ qurmaq fiziki məqsəd kimi görünə bilər, amma daha dərin qazsanız, sadəcə daha əmin olmaq istədiyinizi görə bilərsiniz. Öz biznesinizi qurmaq həyatınızda daha çox azadlıq tapmağın bir yolu ola bilər və s. Niyənizi tapdıqda çətin anlarda istifadə edə biləcəyiniz bir motivasiya ehtiyatına sahib olacaqsınız. İkinci qayda. Zehniyyətinizi dəyişin. Fövqəladə nəticələr əldə etmək üçün sizi məhdudlaşdıran şuursuz inancları dəyişmək vacibdir. Hər şey düşüncələrlə başlayır. Onlar hərəkətə, sonunda isə nəticələrə çevrilir. Həyatdakı hər bir nailiyyət zehniyyətinizin birbaşa əksidir. Paradigmalarınız istədiyiniz şeylə ziddiyyət təşkil edərsə, heç vaxt məqsədlərinizə çata bilməzsiniz. Ən ümumi məqsədlərdən bəzilərini nəzərdən keçirək. Daha çox pul qazanmaq istəyənlər, rifah arzusu ilə pul haqqında mənfi düşüncələr arasında ziddiyyət yaradan bir sıra inanclarla mane ola bilərlər. Fiziki formasını yaxşılaşdırmaq istəyənlər, bədənləri haqqında başqa məhdudlaşdırıcı inanclara sahib ola bilər. Və bu, bir tərəf tapmaq istəyənlər üçün də doğrudur. Lakin bütün bu inanclar zibildir. Onları sizi inkişaf etdirməyə və böyüməyə sövd edən inanclarla əvəz etmək həlledici addımdır. Bu dəyişikliklə məşğul olmaq üçün əsas addımlar var. Ağlımızın necə işlədiyi barədə ətraflı video hazırlamağımı istəyirsinizsə, şərh hissəsində yazın. Üçüncü qayda. Sosial mediadan uzaq durun. Sosial media sözün əsl mənasında enerjinizi soğurur. Aldığınız hər bir bildiriş dopamin ifrazına səbəb olur. Bu, ani məmnuniyyət dövrü asılılıq yaradır və sizi kompulsiv şəkildə telefonunuzu yoxlamağa vadar edir. Sosial mediada olmaq həqiqətən vacib işlərə sərf edə biləcəyiniz qiymətli vaxtınızdan oğurluyur və çox vaxt sizi hətta bunu başa düşdürmədən təxirə salmağa məcbur edir. Dördüncü qayda. Çətin, amma fundamental qayda. Zəhərli münasibətləri kəsin. Bilirəm, qəti səslənə bilər, amma ətrafınızı düşünün. Sizi yerində saxlayan, sizi ruhdan düşürən, özünə hörmətinizi aşağı salan insanlar varmı? Onlardan azad olmaq vaxtıdır. Ətrafınızda keçirdiyiniz insanların zehniyyətinizə və nəticələrinizə böyük təsiri var. Özünüzü mənfiliklə əhatə etsəniz, inkişaf edə bilməzsiniz. Əgər kimsə sizə kifayət qədər yaxşı olmadığınızı hiss etdirirsə, onlar yenidən doğuluşunuz üçün lazım olan şəxsiyyət deyillər. Əgər bir münasibətin sizə dəyər vermədiyini görürsünüzsə, fasilə verin. O insanı mütləq həyatınızdan çıxarmaq məcburiyyətində deyilsiniz. Amma aydın sərhədlər qoyun. Beşinci qayda. Səhər saat 4:30-da oyanın. Bir çox araşdırmalar göstərir ki, erkən oyanan insanların psixi pozuntular inkişaf etdirmək ehtimalı daha azdır. Səhər 4:30-da oyanmaq sadəcə vaxt məsələsi deyil, gününüzü nəzarətə götürmək və özünüzü başqalarından bir addım irəli qoymaq üçün güclü bir stratejidir. Hər kəsin etdiyini etsəniz, orta səviyyəli nəticələr əldə edərsiniz. Səhər 4:30-da oyanmaq asan deyil. Niyəniz məhz burada önəm kəsb edir.
Oyanmaq üçün güclü bir səbəbiniz olanda, bu çətinliklə daha asan məşğul oluna bilər. Hamımız əylənmək və saat 11-ə qədər yatmaq istəyirik. Amma bu uğura aparan yol deyil. Hər gün çətin olan bir şeyi etmək və rahatlıq zonalarınızdan çıxmaq intizamınızı kəskinləşdirir. İntizam nifrət etdiyiniz şeyi etməkdir, amma onu sevdiyiniz iş kimi etməkdir. Əgər həqiqətən dəyişmək istəyirsinizsə, ardıcıl olmalısınız. Çünki ardıcıllıq hər şeyi dərf edir. Siz ölüsünüz. 6-cı qayda. Hər gün məşq edin. Məşq edəndə endorfinlər, yəni xoşbəxtlik hormonları ifraz olur. Bu da əhvalınızı yaxşılaşdırır və stresi azaldır. Bununla yanaşı, müntəzəm fiziki fəaliyyət enerjinizi ərtirir. Bu da məhsuldarlığınızı yaxşılaşdırır. Qış əzələ qazanmaq üçün ən yaxşı vaxtdır. Əgər yenicə çəki artırmağa başlayırsınızsa, balk mərhələsində gündə 200-300 kalori artığı olun. Bəli, alqış dostum. Diqqət qidalanmaya yönəlməlidir. Kompleks karbohidratlar, yəni məşqləriniz üçün enerji verəcək. Əzələ qurmaq üçün vacib olan proteinlər və əzələ bərpasını dəstəkləmək üçün sağlam yağlar. Dərhal yüksək kalorili artıqla başlamayın, əks halda o qədər çox yağ qazanacaqsınız ki, sonra ondan qurtulmaq çətin olacaq. Amma mən ağırlıq qaldırmağı sevmirəm. Mükəmməl, bədən çəkisi ilə məşq edin. Mərtəbədən itələmələr, dartınma hərəkətləri, mədə əzələləri üçün məşq edin. Bəhanə yoxdur. 7-ci qayda. Hər gün 20 səhifə oxuyun. Oxumaq bilginizi genişləndirmək və tənqidi düşüncəni yaxşılaşdırmaq üçün güclü bir vasitədir. Qış dövrünüz ərzində inkişafınıza kömək edən kitabların gündə ən azı 20 səhifəsini oxuyun. Şəxsi inkişaf barədə, uğurlu insanların bioqrafiyaları və ya yeni bir bacarıq öyrənmək istəyirsinizsə, həmin mövzuda kitablar oxuyun. Bu dövrdə sizə dəyər gətirməyən romanlardan çəkinin. Bu, diqqət yayındırma deyil, özünüzə investisiya etmək vaxtıdır. Növbəti 90 gün həyatınızı tamamilə dəyişə bilər, əgər bu qaydalara əməl etsəniz. Qış dövrünüzə sadiq qalın və bugün başlayın. Növbəti 3 aylıq məqsədinizi şərh hissəsində yazın və bu çevrilməni reallaşdıraq.